Salam. Keçən həftənin əsas mövzusu Milli Məclisin 20 yanvar hadisələrinə siyasi qiymət verməsi, daha doğrusu siyasi qiyməti alması olduğundan biz Çingiz Mustafayevin 2 il bundan əvvəl hazırladığı verilişi sizin diqqətinizə çatdırırıq. O vaxt danışan adamlar indi də danışır. Amma necə? Necəsinə verilişə baxarkən özünüz cavab axtarın. Biz isə 215 kanalın əməkdaşlarına öz dərin təşəkkürümüzü bildiririk. Bakı şəhəri 1990-cı il yanvar ayı. Когда я был на аллее павших в Баку и возложил цветы, потом я прошел вдоль всех могил, то не было ни одной знакомой фамилии, ни одного знакомого мне лица. Это все были безвинные жертвы того, что готовили различные силы и осуществили в январские дни. Я должен сказать, что случившаяся трагедия январская – это результат очень большой предыстории, как многолетней, так и буквально сжатой в течение декабря 89-го, января 90-го года. Многолетний вот почему. Когда я приехал в Баку в середине 88-го года, то это было, прямо скажем, очень тяжелое наследие. Я никого не хочу называть. Все мы причастны к тому, что случилось в нашей республике. Кто в большей, кто в меньшей степени. Но сотни тысяч безработных, особенно молодых ребят. Экологическая проблема. Экономическая отсталость. Ну и Нагорно-Карабахская вся проблема. Что мы называем проблемой Нагорного Карабаха. Можно было бы назвать и другие беды, с которыми столкнулся наш народ. Но ко всему этому добавились и серьезные проблемы, связанные с тем, что случилось в внутриполитической жизни нашей республики. Я когда говорю о предыстории событий, приведших к январской трагедии, можно было бы вспомнить, что было буквально в течение, скажем, месяца полтора до этих событий. Это захват органов власти в Ленкоране. Вооруженный захват. Это таким же путем разгром, поджог, изгнание руководящих органов управления власти в Джалалабадском районе. Это неслыханное вандалистский разгром инженерных сооружений на границе Нахичеванской ССР. Это призывы, безответственные призывы к забастовкам, блокаде железных дорог, которые все аукались на благосостояние и без того тяжело жившего моего народа. Срывы призыва в армию, срыв заседания Верховного Совета Республики. В какой обстановке это все проходило? Можно ли назвать эту обстановку анархией? Нет, я бы не сказал бы, в какой-то степени все контролировалось, в какой-то степени. Но все это вело к анархии, и которое привело к этим событиям. Я бы еще назвал бы, какие там эти были, например, в том числе и создание на митинге Совета обороны, которое в то время, создание в этих условиях. Вот сейчас создан Совет национальной обороны. Он создан конкретной, необходимой ситуации. Он уже ликвидирован. Ну, я не слышал об этом. Но
он имел основание быть созданным, потому что мы знаем ситуацию какая. Но тогда это носило явно провокационный характер, и дата, и время, когда это все было сделано. Наконец, погромы армян, которые в Баку были. Разные версии. Я читаю, Азатлык пишет, что в этом принимала участие группа Альфа, которая отказалась, так сказать, вот, нападать, штурмовать. По-моему, Азатлык написал, штурмовать Белый дом. Затем вот независимая газета недавно пишет, что, значит, откуда-то, значит, были в Баку нагнаны 800 уголовников, которые... Третий источник, это что обездоленные, значит, беженцы из Армении участвовали в этих делах. Разные есть, но в любом случае это, конечно, пятно. Рахман Харитович, извините, просто вот бытует такое мнение, это, я думаю, слухи, что вы чуть ли были не одним из организаторов этого Совета. Совет обороны, да? Да, мне говорили об этом. Конечно, я узнал об этом только лишь прочитав материалы митинга, которые мне дали. Это было неожиданностью. И, насколько я знаю, и, значит, руководство Народного фронта также, так сказать, неожиданным было и для них. И они категорическим образом выступали против этого. Это, конечно, был провокационный акт. Необдуманный акт. И, конечно, я вам прямо скажу, он четко, так сказать, поставил вопрос таким образом, что, значит, начали задумываться о том, что ведется действительно подготовка к вооруженному захвату власти. То есть перевороту, то есть захвату государственной, законной, конституционной власти. И поэтому в этих условиях, может быть, и это тоже, этот шаг и привел к тому, что в определенных кругах в центре и очень серьезно, так сказать, восприняли это как подготовку к тому, чтобы ликвидировать законную власть, захватить власть, продолжить линию, начатую в Ленкоране, Джаллабаде и так далее. Вот такая штука. Так что не имею я к этому делу, конечно, не то, что не имею отношения, а я самым решительным образом осуждаю и считаю, что это был очень непродуманный и, более того, провокационный шаг, который, может быть, каким-то образом и спровоцировал эти события. Cüngüz bəy, mən təkcə iştirakçısı yox, həm də 20 yanvar hadisələrin törədilməsində ittihamçı kimi də qələmə verilmişəm. Təbii 20 yanvar faciəsi xalqımızın həm ən böyük faciəsidir və həm də bizim Azərbaycan xalqının şanlı tarix səhifələrindən biridir. Mən çox uzaqdan getməyəcəm, amma bu hadisələrin necə baş verməsi, bu hadisələrin necə hazırlanması və bilavasitə bizim rəsmi dairələrlə danışıqlarımı istəyəcəm xatirimdə olduğu kimi nətər qalıb faktiki onu danışam. Təbii ki, birinci mən öz mənəvi və təcrübəsizlikdən doğuran günahlarımı ilkdən deyim. Biz bu indi dağılmış xalqımıza və ittifaqda olan bütün xalqlara sağalmaz mən deyədim, mənəvi yaralar vurmuş. Bu ittifaqın daxilində doğulub böyümüş adamlarıdıq və bizə tırnaq arası indi demək olar ata siması ilə olan mərkəzin, böyük qardaş siması ilə olan mərkəzin bu qədər ləyaqətsiz, şərəfsiz yollar əl atacağına qətiyyən o dövrdəki təcrübəmizdən inana bilməzdik. Heç kim də bəlkə də inanmırdı. İnananlar tək-tək varsa da ola bilsin ki, onların səsi də eşidilmirdi. 13 hadisəsi aydındır. O, hətta dekabrın axırlarından vəziyyət gərginləşməyə başladı. Yəni, hərəkat artıq idarə olunmaz səviyyəyə gəlib çatırdı. Və bu hiss olunan dərəcədə gözə çarpdığı üçün yanvar ayının 4-də Etibar Məmmədov o dövrdə İttifaq Daxili İşlər Nazirinin birinci müavini olan Liz Kauskasla
və o dövrdə Azərbaycan Daxili İşlər Naziri Aydın Məmmədovun söhbətində rəsmi deyib ki, şəhərdə belə nəysə ixtişas hazırlanır. O vaxt deyirlər Sumqayıt variantına bənzər variant hazırlanır. Bunun qarşısını almaqdan ötürü milis nəzarət dəstəsi ilə bizim cəbhə dəstələrinin bircə nəzarətini təyin edib. O dövrdə ermənilər çox idi. Ermənilər olan rayonlarda nəzarət təşkilləmək. Gecə-gündüz. Onlar bu bizim köməyimizdən imtina elədilər, lazım olsa özümüz eləyərik. Ayın 10-da mən axırıncı dəfə onda Vəzirovla görüşdüm. Neymət Pənahovla biz onun yanında olanda. Onda o danışıqda Neymət Pənahov, mən, Vəzirov yanında bir də Rafiq Əliyev vardı. O dövrdə şöbə müdürü idi, ideoloji şöbə müdürü. İndi Sənaye Universitetində professor ya başqa kafedra müdür vəzifəsində işləyir, dəqiq bilmirəm. Biz onda da xatırladıq ki, vəziyyət gərginləşir. Siz milli mövqeyi müdafiə eləyin və bütün bu gərginliyin qarşısını almaqdan ötəri belə nəzarət postları təyin edək. Təəssüf olsun ki, bu da olmadı, nəticə vermədi. Və 13-də artıq miting gedə-gedə gözlədiyimiz ən dəhşətli faciənin başlanğıcı baş verdi. Yəni o ilk anından başladı. Heç 15 dəqiqə keçməmişdi miting başlanandan. Xəbər gəldi ki, bəs Bayılda 2 erməni Azərbaycanın baltı ilə vurub öldürüb. Özdə kağız şəklində gəldi ki, biz onu elan edək. Biz əvvəl bunun provokasiya olduğunu güman edib, ümumiyyətlə, həqiqətdə bilsəydi onu vermədik. Çünki o dövrdə bomba kimi partlayardı və daha dəhşətli nəticələr verərdi. Ondan bir 15 dəqiqə sonra gəldi ki, bəs şəhərin yuxarı hissəsində ermənilər yaşayan yerlərdə artıq dağıntı işləri başlayıb. Tezliklə biz mitingi saxladıq, qurtardıq və mən o dövrdə Oktyabr rayon cəbhəyə yollandım. Orada oturduq və bütün rayonlarla əlaqə saxladıq. Bizim Oktyabr rayonunda sakitlik idi. Biz fəalları göndərdik Nəsimi, Nərmanov, Kirov rayonlarına köməyə. Mən özüm gəldim, zəng elədilər, gəldim. O əczaxana var, Azadlıq meydanının arxasında evin. Onun həyətində ki, bəs kimisə atıbdılar balkondan. Gəldik, orada da üzüstə düşmüşdü. 55-60 yaşlarında olardı. Oradan artıq o çəkinmişdi, ölmüşdü. Biz getdik 26 rayonuna ki, bəs kömək eləmək lazımdır. Milisiya dedi ki, bəs bizim sahəmizdir. Məşinin indi sahə vaxtıdır, hamımız kömək eləməliyik. Köməyə gələn olmadı ki, Nəsimiyə getdik. Nəsimiyə getdik. Nəsimidən də köməyə gələn, Nəsimi rayonundan da köməyə gələn olmadı milis işçilərindən. Və təcili yardım çağırtdırıb, daha doğrusu biz bir də o qaydanda gördük, təcili yardım gəlib, meyti apardılar. Deməli, şəhərdə olan milis işçiləri tamamilə ehtinatsızdır bu hadisəyə. Həmin dövrdə Bakıda olan 10.600 daxili qoşun hissələri xüsusi əmrlə həmin gün qazarmadan çölə çıxarılmamışdılar. Bütün fəallar 13-ü, 14-ü, 15-i gecə-gündüz işlədilər. 7000-dən artıq ermənini ölümün təhlükəsindən çıxartdılar. Bu faktı lazım, sənədlərdə var, yəqin tədqiqat işlərində də var. Hələ 14-ündə bir faktı demək istəyirəm ki, biz onda Milli Müdafiə Şurası qərargahı yerləşirdi, 13-ündə elan olundu, 14-ündə yerləşirdi. İndi Zəttərxan o vaxt Şimit Zavodunun mədəniyyət evində zəng elədilər ki, bəs Lenin prospektində Şəfəq Kino Teatrının böyründəki 3 mərtəbəli evdən ev əşyaları bayratılır. Neymət Pənahovla biz gəldik ora, əlimizdə megafonla. 2000-3000 adam yığılmışdı. Deməli, o milis şöbəsindən təxminən diaqonal üzrə 50-55 metrdən aralı olmasın, indi ölçmək olar. Şəfəq Kinotunun bitişik 3 mərtəbəlidən ev əşyaları atılmışdı. Biz gedəndə atılma dayanmışdı. Amma nə bir milis işçi yaxına dönmüşdü. Bir televizor qırığı vardı, bu şifaner, stol qırıqları vardı. Yaxına duran olmamışdı. Biz cəmaatla, megafonla ki, ay cəmaat, bunu eləməyin belə. Bu ondan ötürdür ki, Bakıda sabitlik pozulsun.
yenə komendant saatı salınsın və bu günləri bizim qarşıdan gələn seçkilərimizi boğmaqdan ötürü olan şeydir. Xülasə bir 40 dəqiqə danışandan sonra həm Nemət həm mən bu cəmaatı dağıtmağa biz nəsib olduq. Artıq 15-i sakitləşmişdi. 15-ində bir də Mərdəkandan zəng oldu ki, bəs deyirlər ki, şəhərdən güclü dəstə gəlir. Güya ki, Mərdəkanda ermənilər gizlədilib və onları tapıb çıxartmağa. Gələnlər də Ermənistandan gələnlərdir. Deməli şəhər. Dedim şəhərdə belə şey yoxdur, heç bir artıq hərəkət eləməyim, mən gəlirəm. Mən yanımdakı fəallardan bir şey, mən biləm Məmmədov Qabilidir, bir də kimsə, bir də Ağəli müəllim var, indi inşaatın üstünün müəllimidir. Onunla Uaz maşından getdik. Deməli, birinci Binə qəsəbəsinə çatanda o su fəvvarələri var, orada suza dayanmışdı. Orada gördük ki, ağır yük maşınları və ən azı bir 1500-2000-ə yaxın adam yolu kəsib. Çıxdım, mən maşının üstündə danışdım, belə şey yoxdur, sizə bunu kim deyibdir? Başa saldım, cəmaat dağıldı. Ondan sonra davam elədik yolumuza, bir də Mərdəkan yolunun girəcəyini, Mərdəkan qəsəbəsinin girəcəyini idi. Orada da çıxdıq, danışdıq. Bu nədir? Yenə cəmaat dağıldı ki, heç kim gəlmir, bu provokasiyadır. Getdik Mərdəkan şöbəsinə, Cəbhənin Mərdəkan şöbəsində söhbət eləyəndə məlum oldu ki, bu şayə milis mayoru, Əzbəyov rayonunun milis mayoru Priyev Falik tərəfindən 3 dəfə zəng olunub cəbhəyə ki, bəs güclü dəstə gəlir, qırğın olacaq, qarşısını alın. Çox qəribədir. Milis mayoru cəbhəyə zəng eləməyə. Mən bunu hətta tutulduğum vaxt istintaqda da bunları demişəm. Və orada da bir nəfər, indi də o adam Bakı şəhər Sovetində işləyir. Keçmiş bizim institutun tələbəsi olub, mən ona dərs deməmişəm, Memarlıq fakültəsini qutarıb. O məni kənara keçdi. Dedi ki, ayın 11-də mən Bakı Sovetində idim, daha doğrusu Bakı Şəhər Partiya Komitəsində idim. Orada Nizami Rızayev, Təbliğat şöbəsinin müdürü məni çağırmışdı və böyründə də bir nəfər var idi. Mən də onu üzdən tanıyıram, amma partiya məktəbində işləyir. O deyir mənə, dedi ki, ayın 13-də olacaq mitinqə Bakı kəndlərini qaldıra bilərsənmi? Əks, orada qarşılıq salmaqdan ötərdim. Dedim, mən belə təəccüb elədim. Onda deyir, Nizami Rızayev dedi ki, bu onun işi deyil. Yəqin ki, bizim demokratik ictimaiyyətimizə bəllidir. Mən 7 yanvarda Xalq Cəbhəsinin idarə heyətliyindən çıxmışam və ümumiyyətlə Xalq Cəbhəsindən çıxmışam. 11-də biz Leyla xanım Yunusova ilə, o da idarə heyətinin üzvlüyü ilə çıxmışdı. Biz Tallinnə Sosial Demokrat Assosiasiyasının qurultayına getmişdik və orada eşitdik ki, Lənkəranda hadisələr baş verib. Müəyyən hadisələr. 13-də orada eşitdik ki, Bakıda erməni qırğını baş verib. Bundan çox sarsıldıq, dəhşətə gəldik və 17-si gecəsi Bakıya qayıtdıq. 18-i, 19-u və 20-si hadisələr mənim gözüm qarşısına gedib. Məni Bakıya gələndə bir mənzərəyə çox dəhşətə gətirdi. Yəni, mən Bakını tanımırdım. Tək elədiyim Bakı deyildi. Lakin eyni zamanda tanıyırdım, çünki Bakı həmin Bakı idi ki, 88-ci ilin 21-i, 22-si, 23-ündə olan Bakıdır. Yəni, şəhərdə müxtəlif maşınlar şütüyür, cəmaat dəstə-dəstə toplaşır, piketləri qoyulmuşdu. Və mən şəxsən özüm, demək, bir Lökbətan yolunda, Məşdağa yolunda və də, demək, Mərdəkandan gələn yolda, o aeroport yolu deyirik, oradakı piketləri görmüşəm, oradakı dayanan bir neçə nəfərlə söhbət eləmişəm və anlamışam ki, orada dayanan cəmaat əslində tam məsuliyyətlə nə üçün dayandığını və bu dayanmanın nəyə gətirəcəyini tam dərk etməyən insanlar idi. Onları mən hesab edirəm ki, aldadıb oraya çıxartmışlar. Ola bilər ki, qanun baxımından xalqın, kütlənin tam ixtiyarı var ki, məsələn, dursun piketdə. Biz də piket tərəfdarıyıq, miting tərəfdarıyıq. Lakin mən hesab edirəm ki, bu piketi təşkil edən adamlar onun nəyə gətirəcəyini ya dərk etmirlər və bu da onların siyasi naşılığını göstərir və ya əgər dərk edirlərsə, onların bədniyyətini göstərir. Mən demokratik hərəkatın içərisində olduğum üçün belə bir qənaətdəyim ki, bunu təşkil edən adamlar çox gözəl bilirlər ki, bu nə cür nəticəyə gətirə bilər. Onlar bilirlər ki, qan tökülə bilər və buna şuurlu surətdə gedirlər. Çünki onların məqsədi yalnız və yalnız Vəzirovu yıxmaq idi, hakimiyyət davası idi. Çünki əks halda Azərbaycanın demokratik hərəkatı dinc yolla qələbə çalıb milli hökumətimizi quracaqdı və Qarabağ problemi bəlkə vaxtından indiki kimi ağır vəziyyət düşməyəcəkdik, həll edəcəkdik. Demək onda
mən orada Rəhim Qaziyevlə birlikdə söhbət eləmişdik. Mən orada yeganə çıxış yolunu onda gördüm ki, və bunu da deyim ki, 100% imkanımız var idi. Moskvadan gələnlərlə, Ayazla birlikdə girov götürmək. Başqa yolu yoxdur. Və orada Rəhim Qaziyev şəxsən ağlama xəddinə gəlib ki, Neymət, yalvarıram sənə, sən bu addımı atsan, deyəcəklər ki, yenidən qırğın olacaqdı və deyəcəklər ki, Neymət Pənov qırğını apardı. Yalvarıram sənə, bu addımı atma. Və beləliklə bizim danışığın söhbətində mən özümü bir dənə özümə onu bağışlaya bilmirəm ki, həmin müddətdə biz Primakovu da, Mixaylovu da, bugünkü Ayazı da girov götürməyə şansımız var idi və o şansı mən əldən vermişəm, bunu özümü bağışlaya bilmirəm. Biz hiss eləyirdik ki, nəysə olacaq, olmalıdır, gözlənirdi. Ona görə ki, hadisələr çox kəskin formada gedirdi. Qarşı durma kəskinləşmişdi. Onu da deyim ki, son günlər vəziyyət idarə olunmurdu. Hər halda indi Respublika rəhbərliyi tərəfindən idarə olunmurdu. Ona görə də axtarış gedirdi ki, necə bu vəziyyətdən sülh yolu ilə çıxış tapmaq olar. Hər halda mən hesab eləyirdim ki, hər şuurlu vətəndaş gərək əlindən gələni eləsin ki, qan tökülməsin, qarşı durma belə kəskin formada olmasın və o moment ki var idi, 16-sı, 17-si, 18-i ordu ilə qarşı durma ən təhlükəli deməli moment elə o idi ki, əhalinin arasında ordu ilə qarşı durmanın deməli ziddiyyəti aradan götürülsün. O ki qaldı bu televiziyanın deməli verilişi haqqında çox söhbətlər gedir. İstəyərdim ki, bir şey xatırladam. Veriliş Qarabağ məsələsinə həsr olunmuşdu. Niyəsə verilişin əsas məzmunu yaddan çıxıb. Amma əslində deməli bu veriliş SSR Ali Sovetin qərarı ilə bağlı noyabrda deməli qərar qəbul olunmuşdu. Belə ziddiyyətli qərarı idi. Deməli o qərarda müəyyən imkanlar açılırdı ki, Qarabağda, muxtar vilayətdə deməli Azərbaycan suverenliyi bərpa olunsun. Və bu işin əsas deməli yolları müzakirə olunmuşdu bu həmin verilişdə. Və bu verilişdə mənim yadıma gəlir ki, mən belə bir ifadə işlətdim ki, bizim borcumuzdur ki, vilayətin mərkəzində Azərbaycan deməli bayrağı təsdiq olunsun, bərpa olunsun və Azərbaycan suverenliyi tam deməli bərpa olunmalıdır yaxın vaxtlarda qanun əsasında. Bu məsələlərlə bağlı bizi ilə eləyən söhbət televiziya işçisi, səhv eləmirəmsə Rafiqa idi, indiki televizyon sədri müavini. O sual verdi, bəs çox söhbətlər gedir ki, Bakıda deməli komendant saatı təyin olmalıdır. Belə fikirlər var, belə bir söhbətlər yayılır. O da düzdür, belə bir söhbətlər yayılırdı və bu söhbətlərdən bahanə eləyib şəhərdə hər idarənin qabağında, sonra ordu hissələrin yerləşdiyi yerlərdə deməli piketlər onunla deməli izah olunurdu ki, komendant saatı olmasın. Mən isə mənə verildiyi Respublikanın rəhbərliyi tapşırıqla sözlə desəm əmin etdiyi o əsas məsələ ki, belə bir niyyət, belə bir qərar burada heç fikirləşilmir və veriliş Rusça gedirdi.
Rusça'da mən dedim ki, таких намерений о том, чтобы вводить комендантский час, у руководства республики нет. Mən üzr istəyirəm. Siz onda nə işində işləyirdiniz və verilişdə sizlə kim iştirak eləyirdi? Deməli, mən şöbə müdürü idim. Mərkəzi Komitənin, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdürü idim. Hüquq məsələləri üzrə deməli şöbənin müdürü idim və Moskvadan SK KPSS işçisi Mikhaylov o milli münasibətlər məsələlərinin şöbəsinin müdürü idi. Bizə yarım gün əvvəl ordunun Bakıya girəcəyi haqqında xəbərdarlıq edilməsi yalandır. Mən bunu tam rəsmi şəkildə bildirirəm. Saat 7-də mən Xalq Cəbhəsinin qərargahına gəldim. Arada birinci saat olmamışdım orada qərargahda. Və elə içəri girən kimi gördüm ki, televiziyadan 2 nəfər gəlib, çox həyəcanlı şəkildə bildirdilər ki, televiziyada partlayış olubdur. İçəri əskərlə doludur, əl avtomatlı əskərlərlə doludur. Cəmaət isə televiziyanın qarşısına yığılır, biz qorxuruq ki, orada toqquşma olar. İdarə heyəti qərar aldı ki, ora adam göndərsin ki, bu təhlükənin qarşısını alsın. Mən İdarə heyətinin digər üzvü Kərbəlayı Əlikramla bir yerdə ora getdim. Doğrudan da televiziyanın qarşısında xeyli adam toplaşmışdı. Biz çıxış etdik onların qarşısında və başa saldıq ki, televiziyanın həyəti və bina əskərlərlə doludur. Bu partlayış çox yəqin ki, Dövlət Təhlükəsizlik Komitəsinin əli ilə həyata keçirilmiş bir partlayışdır. Bunu Xalq Cəbhəsinin, müxalifətin üzərinə atmağa çalışacaqlar günahı və indi də məqsəd odur ki, siz bura basqın eləyəsiniz binaya və binaya basqın eləyəndə əskərlər sizi atəşlə qarşılasınlar, sonra desinlər ki, cəmaət televiziyaya hücum eləyirdi, buna görə də əskərlər onun qarşısını alanda toqquşma olubdur və o zaman da televiziya partlayıbdır. Bu məsələni biz izah elədik cəmaata və cəmaat da sağ olsunlar bizi başa düşdülər və dağılışmağa başladılar. Və mən elə orada işarə eləmək istədim cəmaata ki, ümumiyyətlə bugün küçələrdə olmaq məsləhət deyil. Çünki vəziyyət çox qarşıdır, hər şeylə gözlənilə bilər. Ancaq cəmaat etiraz verdi ki, yox, bugün biz hamımız küçələrdə olmalıyıq və dağılışlar getdilər. Oradan biz təzədən cəbhəyə qayıtdıq. Yolda bir nəfər mənim qabağımı kəsdi və bildirdi ki, dəqiq xəbəri var ki, gecə saat 12-də hərbiçilər deməli, həm şəhərə daxil olacaqlar müxtəlif tərəflərdən, həm də ki, şəhərin daxilində bəzi hərbi hissələr mühasirəyə alınmışdı, dinc əhali tərəfindən piketlər qurulmuşdu. Həmin piketlər dağılacaq, o kazarmalardan da əskərlər tanklarla, silahla çıxacaqlar. Təxminən saat 9-a qalmış mən bu xəbəri eşitdim. Qayıtdım, idarə heyəti deməli ki, tam hərkibdə qərargahdaydı, bu xəbəri onlara da dedim. Onlar dedilər ki, bizə də belə qeyri-rəsmi indicə bu xəbərlər gəlməyə başladı. Görünür, axşam artıq qərar yayılmağa başlamışdı. Və bir daha tapşırıq verildi ki, bütün piketlərə, hər yerə xəbər çatdırılsın ki, ordu hərəkətə gələcək və deməli, cəmaatın dağılışması məsləhətdir. Əslində qalsa ondan bir gün əvvəl də biz bütün piketlərə, hər yerə o cür xəbərlər göndərmişdik. Xalq Cəbhəsinin bütün rayon şöbələrinin qərargahlarına telefonogramlar vermişdik ki, ordu ilə deməli, toqquşmaya getmək olmaz, müqavimət göstərmək olmaz orduya, dağılışmaq məsləhətdir. Və 19 axşam da saat 9-da belə bir xəbərdarlıq bütün hər yerə edildi. Daha doğrusu biz qərargahda əməkdaşlara tapşırdıq ki, bu xəbər hər yerə yaysınlar. O xəbər nə dərəcədə çatdırıldı piketlərə, rayon şöbələrinə, təəssüf ki, onu indi bizim əldə eləməyə imkanımız yoxdur. Belə 1990-cı ilin yanvarın 19-dan 20-sinə keçən gecə məlum hadisələr olan vaxtı mən Mərkəzi Komitənin komendatorunun əməkdaşı vзвод komandiri vəzifəsində işləmişəm. Təxminən səhər-səhərdən artıq cəmaat keçmiş Mərkəzi Komitənin binasına qabağına yığılmaqda idi. Günorta yarın təxminən 25-30 minə qədər adam var idi. Bu ayın neçəsində? Bu ayın 19-unda artıq və onlar istifa deyə deyirlər, öz müraciətin binaya bildirirlər ki, hansı binada ki, keçmiş Mərkəzi Komitənin birinci katibi Ədorxan Vəzirov otururdu.
Başqa nə? Ümumiyyətcə, indi o olan hadisələr barədə də, əgər siz nəyi görmüsünüz ümumiyyətcə, hansı Məsələn, hadisələr günortaya yaxın, günün ikinci yarısı Mərkəzi Komitənin, keçmiş Mərkəzi Komitənin, belə desək, binasının qabağında artıq 2 yerdə dar ağacı qurulmuşdu. Bu dar ağacı düzü rəmzi məna daşıyırdı. Kiçik dar ağacları idi. Sonra bir nəfər o dar ağacı qurulmaya yaxınlaşıb, ağsaqqal yoldaşı idi. Bunları yığışdırın, bizim xalqımızı yabır eləməyin. Bura bizim üçün Rumıniya deyil. Artıq hadisələr get-gedə gərginləşirdi. Axşam üstü ərəfəsində saat 6-7 radiyələrindən sonra belə bir xəbər yayıldı ki, artıq şəhərə qoşun yeriyir. Bəs Bakının müxtəlif istiqamətlərindən şəhərə qoşun yeriyəcək. Təxminən saat 8-də Etibar Məmmədov Xalq Cəbhəsinin liderlərindən biri Mərkəzi Komitənin binasından çıxıb xalqa müraciət elədi ki, dağılışmaq lazımdır. Şəhərə qoşun gələcək, ola bilsin ki, bu qarşıdurma vaxtı cəmaatımız xəsarət elə bilər, ölən tələfat ola bilər. Bütün bunlara baxmayaraq, cəmaat yenə orada dayanmaqda idi. Artıq düzdür, bunlar yavaş-yavaş seyrilməyə başlayırdı. Saat 8-dən 9-dan sonra 5-6 minə qədər adam qalmışdı. Məsələn, axşam tərəfi binaya da kimlər ümumiyyətcə gəlirdi və bilirsiniz, Vəzirovun özü 19-unda binada idi, ya ümumiyyətcə rəhbərlərdən binada kim qalmışdı və müxalifət tərəfdən binaya gəlib gedənlər, ümumiyyətcə kimlər idilər və nə məsələlər həll oldu? Mənə belə gəlir ki, Vəzirov artıq 19-da binada yox idi. Viktor Polyançka binada olmalı idi, o orada idi. Müxalifətin müxtəlif qrupları gəlib gedirlərdi. Mən orada Rəhim Qaziyevi, Etibar Məmmədovu, Neymət Pənahovu girib çıxını görmüşəm. Və Etibarın çıxışından sonra ki, artıq buradan dağılışın, şəhərə qoşun gələcək, tələfat ola bilər. Ondan sonra Pənah Neymətov çıxış elədi, buradan getmək lazım deyil, son qələbəyə qədər biz burada qalmalıyıq və bizə əlavə qüvvələr kömək gələcək. O vaxt o bilirdi ki, akşam saat 12-də qoşun gedəcək Bakıya. Artıq yəqin ki, o təbiidir ki, bilməli idi. Ona görə ki, ondan qabaq çıxış edən Etibar Məmmədov demişdi ki, şəhərə qoşun yeridiləcək. Artıq tədbirlər, o mexanizm düşüb hərəkətə, onu saxlamaq qeyri-mümkündür və Etibar Məmmədov cəmaat təkrarən dedi ki, burada mütləq dağılmaq lazımdır ki, qırğın olmasın. Bundan sonra Neymət Pənahov dedi ki, çıxış elədi və dedi ki, bundan dağılmaq lazım deyil. Gedirəm sizə, bizə silah gələcək, biz son qələbəmizə kimi burada dayanmalıyıq. Şəxsən mən həmişə dəfələrlə demişəm, çoxları da sual veriblər ki, Neymət sənin günahın var, yoxdur və dünyada elə bir insan yoxdur ki, onun səhvi olmaya. O cümlədən mən Neymət Pənahovun da səhvi var. Ancaq o səhv sizin dövlət tərəfindən yaradılan şayələr deyil. Və 20 yanvarda isə mənim zərrə qədər günahım olmayıbdır. Bunu son anına qədər də sizə deyəcəm və izah olunacaqdır. Bütün vasitələrə, bütün yollara əl atılıb ki, bu qanın qarşısına mümkün olmayıbdır. Bu mənim iradəmdən kənar idi. Mən heç nə eləyə bilməzdim. Практически я не знаю ни одного обращения руководства Народного фронта о встрече, чтобы она была бы отклонена. Более того, по моей инициативе была установлена традиция, что приходили все члены правления. Я хотел, чтобы все были, знать их мнение, находить компромисс и так далее. Эти встречи проходили и по просьбе руководства, значит, лидеров Народного фронта, и по моему приглашению. Очень часто я их приглашал, когда я видел, что развитие ситуации ведет к тому, что нужно обязательно найти выход. Я всегда стремился к компромиссу. Я всегда, и более того, они могут сейчас подтвердить все, что я им говорил, что они очень торопятся. Очень торопятся. Я им предлагал
даже говорил, что в апреле 90-го года они мне, как первому секретарю ЦК партии, нужны будут. Поскольку я очень нуждался в оппозиции в тот период, поскольку я очень хотел, чтобы всегда в будущем руководитель республики, все структуры были бы подконтрольны массам, чтобы они боялись бы совершить несправедливость, чтобы они боялись бы совершить дело противное народу. И поэтому я очень нуждался. И более того, я их приглашал к сотрудничеству. Более того, я их приглашал к совместному участию в выборах, которые должны были быть назначены на март-апрель месяц. Вот почему я хотел, чтобы эта оппозиция была. Это была моя четкая линия. Но, к сожалению, многое сказывалось. Вот вы сейчас, если посмотрите, из того руководства почти все разбежались. Разные интересы. И уровень развития разный был. Были и невежи, и были толковые, мудрые люди, понимаете? Были экстремисты, были центристы, умеренные и так далее. Поэтому я со всеми с ними испытывал нужду встретиться, чтобы видеть весь спектр. Поэтому я думаю, что ни один из них, из лидеров оппозиции, ни один не может привести хоть один факт, что они хотели встретиться, мы не встречались, или же беседы наши были, как правило, в вечернее время и выходные дни. У меня не было выходных и не было вечера. Мы сидели до 3, до 4 ночи. Очень упорные бывали раз. Знаете, выходил как выжатый лимон. Но это надо было. Потому что я исходил из чего? Я не согласен был со многим, что они говорили. Прежде всего потому, что я возглавлял Компартию, против которой они открыто выступали. И более того, и по многим вещам я видел не очень, ну как вам сказать, зрелость какую-то. Они, еще надо было, чтобы я вот призывал, подключайтесь. Каким делом хотите заняться? Я вам поручаю, пожалуйста. Давайте, подключитесь к беженцам. Вот много бед у них. Вот и вы критикуете руководство республики, что мы плохо занимаемся. Да, не хватает ни сил, ни средств, и времени-то. Подключитесь. Давайте министерство создадим, возглавьте. Нет, мы будем контролировать. Контролировать легче всего. Критиковать легче всего. Вот поэтому я думаю, что абсолютно лишены какого-либо основания какие-либо утверждения или даже домыслы, или даже какие-то мысли о том, что у нас было очень много контактов. Как использовались? То, что мы там говорили, это уже второй вопрос. Я не всегда видел последовательность. Но это тоже связано было с логикой становления оппозиции. У них тоже не было ни единства и так далее. Ну, сейчас, недавно я прочитал в одной газете, по-моему, литературной газете, как наш корреспондент из Азербайджана спорит со своим армянской коллегой, значит, что говорит, ну вы, это не тот Народный фронт, который был 2 года тому назад. Понимаете? Вот какая штука. Поэтому, почему они меняются? И они будут меняться. Потому что на них уже возлагается бремя ответственности. Одно дело свергать, конфликтовать, призывать людей на улицу, а другое дело нести бремя ответственности за судьбу своего народа. Это разные вещи. И это возлагает не только, так сказать, тяжесть, но и требует, чтобы ты мудрее был бы, чтобы ты не хватался бы за какие-то конъюнктурные вещи, а думал бы о том, что народ, нация – это не минутное дело, это вечное. И ты должен думать и о завтрашнем дне. По крайней мере, о завтрашнем дне. Я уже не говорю о том, что на год вперед, а может быть на 10 лет вперед. А в условиях Азербайджана я считаю, что и дальше, чем на 10 лет, надо сегодня думать. Потому что это независимое государство. Как бы ни ругали бы центр, тогда многие вещи откидывали. Вот и сейчас, что не случалось с республикой, это центр виноват. Да, действительно центр виноват, потому что все у него было сосредоточено. А сейчас попробуй найди кого поругать. И вот почему я считаю, самое главное, что есть. Не искать ведьм. Не искать, на кого свалить. Вы помните нашу первую встречу, когда вы мне сказали, что хотите со мной беседу? Я сказал, что не буду. Я не хочу привносить никаких проблем, никаких дополнительных вещей, которые могут как-то истолкованы и так далее, чтобы брожение. Сейчас только единство нужно моему народу. Я вам сказал, если, как вы сказали, что на меня много валят, так я сказал, мои плечи еще выйдут. Валите все. Я за всех, пожалуйста, вину возьму на себя. Лишь бы народ
нормально жил. 16-sında təzə istifa tələbi qoyulmuşdu. Vəzirovun istifa tələbi qoyulmuşdu. Tələb qətiyyən cəbhənin, mən o dövrdə idarə heyətinin üzvü idim. Amma nətər 8-də, yanvarın 8-də yeni idarə heyəti seçilmişdi. Mən istifa verməyimə baxmayaraq məni azad eləməmişdilər. Və mən olduğum dövrdə orada belə bir qərar qəbul eləməmişdi, kimisə istifası qoyulsun. Hansı qüvvələr tərəfindən atılması bugünkü günə kimi də naməlumdur. Amma şəhərin o dövr elə idi ki, 5 nəfər çıxıb, bir söz deyil, 500.000 adam onun arxasında gedirdi. Nə istiqamətə, nədən ötürü getdiyi bilinmirdi. Belə olan halda o Primakovdur ki, vəziyyət gərgindir. Bu mitingləri zadı yığışdırmaq lazımdır. Söhbət də burada belə getdi ki, mitinglər, özü də Mərkəzi Komitənin qarşısında təşkil olunan mitinglər cəbhə tərəfindən təşkil olunmamışdı. Müdafiə Şurası, Milli Müdafiə Şurası tərəfindən təşkil olunmamışdı. Kör təbii alınırdı, amma cəmaat da yenə yığışırdı. Deyir ki, 15-də də fövqəladə vəziyyət haqqında sərhəd rayonlarında və Qarabağda fövqəladə vəziyyət haqqında Qarbaçovun verdiyi əmr çıxmışdı. Amma orada yazılmışdı ki, Bakıda və digər başqa şəhərlərdə, əsasən Bakıda fövqəladə vəziyyətin olunub-olunmasa Respublika rəhbərliyin özünün sərəncamındandır. İstəsələr edərlər, istəsələr yox. Burada söhbət getdi, Primakov dedi ki, Bakıda fövqəladə vəziyyət olmayacaq. Amma o dövrdə də ordu hissələri müxtəlif yollarla gətirilirdi və şəhər ətrafında güclü hərəkət, manevr edilirdi. Və biz orada kəskin danışdıq ki, siz mərkəz tərəfindən bu hadisələr qızışdırılır, Qarabağ məsələsi həll olunmur. O da müxtəlif argumentlər gətirdi. Söhbətimizdən heç bir nəticə əldə olunmadı. Ondan sonra 17-sində Mikhayilovla, Polyanişkan kabinetində Mikhaylovla mən və bir də Neymət Pənahov görüşdük. Və burada da əsas söhbət oldu ki, barikadalar yaranır, barikadaları dağıtmaq lazımdır. Barikadaların yaranması, deməli, belə olmuşdu. Yenə onu təşkilat kimi, heç kim təşkilləməmişdi. O dövrdəki 88-ci il hadisələrində ordudan o payını götürən xalq, orada-burada maşınları kör təbii qoymuşdu. Biz ilk gün çalışdıq ki, barikadaları yığışdıraq. Bu mümkün olmadı. Ondan sonra biz başladıq barikadalara nəzarət eləməyə. Ki, orada təxribatçı qruplar olmasın, körpə uşaqlar, qadınlar olmasın. Bəli, biz nəzarət eləyirdik ona. Rəhim bəy, üzr istəyirəm, siz də İnşaat İnstitutunda onda işləyirsiniz, işləyirdiniz, üzr istəyirəm. Amma əsas mən nəyə öyrənmək istəyərdim ki, mənə elə gəlir bu tamaşaçılara da maraqlı olacaq. Bəs ümumiyyətcə, bu yataqxanalarda raflarla, başqa maşınlarla gəlib tələbələri o barikadalara çağıran, sonra bu mitingdən belə şey eləmək ki, Şmit zavodu indi silah buraxır və s. və s. Biz nəyə görə mən bu sualı verirəm, Rəhim bəy? Biz indi bir neçə nəfərlə söhbət eləmişik, həm o tərəflə, həm bu tərəflə. Açığı deyək ki, bu mitinglərin yaranmağı, bu piketlərin, barikadaların yaranmağını hamı öz üzərindən atır. Ki, biz bunu eləməmişik. Bəs hansı qüvvə idi biz o cəmaatı orada saxlatdırırdı və cəmaata ürək-dirək verirdi ki, narahat olmayın, hər şey olacaq, hər şey düzələcək. Sizə elə gəlmir ki, bunu yalnız Tiflis sindromundan sonra heç kim inanmırdı ki, Bakıda ola bilər, ya da ki, bu niyəsə başqa şeyə görə elənilirdi? Mən onu olduğu şəkildə, əvvəl necə fikirdə olmuşam, indi də olduğu kimi deyim. Mən əvvəl də qeyd elədim ki, barikadaların yaranmasına təşəbbüs göstərməmişdik. Barikadalar yaranmağa başladı. O da ondan öyle gəldi. Hələ lap ayın 15-də biz Müdafiə Şurasında oturmuşduq etibarla mən. Zirə kəndindən, ya bilmirəm qala tərəfdən zəng olundu ki, Bakı istiqamətində gəlir ağır tanklar ya BTR-lər, kolon gəlir, dəstə gəlir, hərbi dəstə gəlir. Biz onu saxlamışıq, neyniyək? Mən bilən Suraxanı ətrafında saxlamışdır, Suraxanı dairəsində. Ehtibar dedi ki, artıq hərəkətləməyin, mən gəlirəm. Ehtibar gedib ora çatana qədər, onlar keçib getmişdi artıq, nəysə danışıb keçmişdilər. O dövrdə də şəhərdə hərbiçilərin o əsasən texniki ilə hərəkəti həddindən artıq hiddət doğururdu.
Mən yenə qeyd edirəm, bu məsuliyyət atmaq deyil. O ki, başladı kör təbii yaranmağa. İlk addımda biz deməli, nətər çalışdıq ki, bunu dəf edək. Mümkün olmadı. Hətta bir kəlmə deyən kimi deyirlər, siz də 2 dəfə girdiniz, çıxdınız mərkəzi komitəyə, satıldınız. Ondan sonra, bəli, biz başladıq nəzarət eləməyə. Hətta bizə, məsəl üçün, şəxsən nə mən, nə etibar, əgər olubdursa, yenə şahidlər, bu göstəriləndən sonra da gəlibdirsə, mən özünəm, ya yataqxanaya gedib, ya başqa yerə gedib, təbliğ eləmək yox, kütləvilik vardı onda. Və kütləvi gəlir. Biz onda, kütləvilik vardı. Amma biz nəzarəti gücləndirirdik. Çünki təxribatçılar olurdu. Gəlib dəstələrin içində keyfli adamlar girirdi, müxtəlif hərəkətləri ilə. Ola bilsin ki, pislik də eləmək istəmirdi. Amma alınırdı ki, işçili adam öz hərəkətini tənzimləyə bilmir. Amma təxribatçı adamlar da vardı qəsdən. İndi onu mən deyəcəm 19-una gələn gecə mən onu qeyd edəcəm xüsusi. Mən açıq deyirəm ki, xalq cəbhəsi yaranan gündən təşəbbüs mərkəzi, biz onun məramnaməsinə yazılmış məqsəd uğrunda baz apardıq təşəbbüs qrupu. Varlı qrupu ilə birləşdikdən sonra, bu da mart ayında olmuşdu, 89-cu ilin. Ondan sonra təşəbbüs qrupunda da xalq cəbhəsi, yaranmış xalq cəbhəsində də başqa meyllər güclənməyə başladı. Yəni birbaşa demək, islahat yolu ilə yox, təkamül yolu ilə yox. Hərkən ki, o zaman bu çox mürəkkəb idi, çox çətindir, rəhbərlik heç bir güzəşə getmirdi. Yalnız mərkəzin göstərişinə hərəkət edirdi. Lakin bizim məharətimiz ondan ibarət olmalıdır ki, biz onu islahat yoluna çəkə bilək. Biz özü bu yolda çox yaxşı başlamışıq. Dairə dəstələr yaranırdı, təşkilat güclənirdi, xalq cəbhəsi, onun hörməti artırdı, ziyalar gəlirdi. Lakin müəyyən andan sonra ziyalar uzaqlaşdırıldı. İslahat və təkamül tərəfdarları sıxıldı, təqib olundu, təhqir olundu. Demək olar ki, xalq cəbhəsinin daxilində çevriliş baş verdi. Başda xalq cəbhəsinin sədri Əbülfəzl Elçibəy olmaqla Etibar Məmmədov, Rəhim Qaziyev, Nemət Bənahov xalq cəbhəsinin idarə heyətinin əksəriyyətinin qərarlarını kobud surətdə pozaraq, ayaq altına ataraq, xalq cəbhəsinin demokratik ünsürlərinə qarşı zorakılıq iş edərək elə bir yolu tutdular ki, onun axırı əlbəttə ki, rəhbərliklə toqquşmaydı və əlbəttə ki, vəzirin labüd getməsi idi. Mən adları çəkdim. Əlbəttə ki, burada demokratik cinahında böyük günahı vardı ki, müəyyən bir müddət opportunist xətt tutmuşlar, barışıcı xətt tutmuşlar, xalq cəbhəsinin proqramı nizaməsinin pozulmasına göz yumurdular və onu örtbası edib xalq kütlələrindən, xüsusilə xalq cəbhəsinin fəallarından gizlədirlər. Özə ki, bu xalq cəbhəsinin yuxarı idarə heyətinə aid deyil, rayon idarə heyətlərində də aiddir. Bir çox həqiqətləri indinin özünə qədər gizlədirlər. Nəyin nəticəsində biz 20 yanvarda qanun toqquşmaya gəldik, imperiyanın cəza dəstələri ilə, qoşunları ilə, bunu hələ indiyəcən xalqa deməyiblər. Belə bir sual ortalığa çıxır. Bu piketləri hərbi hissələrin qabağında kim hazırlamışdı və bunun ümumiyyətcən bir qanun kimi bir kağızı var idi, bu qanun şəklində elənmişdi? Mən sizə deyim ki, xalq cəbhəsi artıq təşkilatı baxımından elə bir vəziyyətdə idi ki, onun rəhbər orqanları hansısa bir yazılı qərarı çıxartmaq iqtidarını itirmişlər. Hansısa məsələlər kağız şəklində, qərar şəklində gedirdi. Məsələn, fitnəkar rolunu oynamış Milli Müdafiə Şurası, o zaman MMŞ deyilən, onun yaradılması qərarla olmuşdu. Lakin idarə heyəti artıq səmərəli işləmək, qərar çıxarmaq qabiliyyətində olmadığı üçün bir çox faktiki olaraq çıxarılmış qərarların indi yazılı surətdə təsbit edən sənəd olmadığı üçün qərar qəbul olunduğunu sübut etmək qeyri-mümkündür. Amma mən bilirəm ki, piketləri təşkil edən qüvvə xalq cəbhəsinin daxilində idi, həm də xalq cəbhəsindən kənarda fəaliyyət göstərən qüvvələr idi. Kimə isə çox maraqlı idi ki, Bakıda qanlı, qadalı bir qırğın alınsın və bunun nəticəsində hakimiyyət devrilsin. Xalq cəbhəsindən əlbəttə ki, piketlərin təşkilində Milli Müdafiə Şurasının üzvləri olan şəxslər iştirak edirdi, bir çox rayon cəbhələri iştirak edirdi və xalq cəbhəsinin əsas kütləsi piketin tərəfdarı deyildi, mən sizə inandırım. Sadəcə, əlbəttə ki, ədalətli, qanuni etiraz hissi var idi. Lakin axıcı yazılmış cürbəcür maşınlar, üstündə axıcı yazılmış. Maşınlar ora-bura şütüyürdü. Naməlum, məchul, mən deyərdim ki, DTK üzvləri olan şəxslər göstərişlər verirdi. Lakin eyni zamanda xalq cəbhəsinin birinci qurultayında İsa Qəmbərovun idarə heyətinin hesabat mövzusunu söylədiyi söz ki, əhalinin radikallaşması üçün şərait yaranmışdı. Mən o sözdən razı deyiləm. O şəraiti yaratmışdılar. Xalq cəbhəsindən kənarda olan qüvvələr və xalq cəbhəsinin rəhbərliyində olan qüvvələr şöylü surətdə. Və o radikallaşmanı da idarə edirdilər məharətlə. DTK idarə edirdi, Mərkəzi Komitə idarə edirdi, Moskva idarə edirdi. Demokratik hərəkatımıza qarşı, xalqımıza qarşı düşmən olan qüvvələr idarə edirdi. Və bunun da nəticəsi idi ki, xalq
təhlükəni hiss etmədən, bilmədən durmuşdu. Təhlükənin soğuşmaz olduğunu bilən qüvvələr, şəxslər, şəxsən Etibar Məmmədovun Moskvada Azərbaycanın daimi nümayəndəliyində 26-sında söylədiyi söz, o yazı məndə durur. Orada deyir ki, 18-də məni çağırdı general-mayor Sakalovdur deyəsən, o Bakının komendantı və dedi ki, Məmmədov ordu gələcək, vuracaq, atacaq, piketi dağıt və mən qərar aldım ki, 19-da bunu televiziyana deyim. Məgər xalq, əgər xalqın başının üstünü təhlükə alıbsa, bunu nə üçün bir gün gözləyirsiniz? Və bunu televiziyana deməkdən başqa əvvəlcədən piketlərə demək mümkün idi. Bunu gəlib, məndə olan məlumata görə 20-sində o qoşun atmaqdan əvvəl bəzi idarə heyətinin üzvləri gəlib deyirdilər. Məndə belə məlumat var. Sabit Baxırov Leyin rayonunda piketləri dağıtmanla məşğul idi. Məndə məlumat var ki, Nəcəf Nəcəfov 11-ci Qızıl Ordunun yanındakı piketlərə müraciət edib, deyib ki, dağılın. Bəzi bir-birinə zidd fikirlər var. Bəziləri deyir ki, Etibar Məmmədov da demək piketləri artıq işdən keçəndən sonra, cəmaat and içəndən sonra çağırıb ki, dağılsın. Lakin bunu vaxtında etmək lazımdır. Məsuliyyət hissi olmalı idi. Və mən hesab edirəm ki, əlbəttə ki, piketlərin dağılmamasında və durmasında günahkar Mərkəzi Komitənin məsul işçiləri Afrənd Daşdəmirovla o Moskvadakı Mərkəzi Komitənin rəhbərliyçisi Mixaylov da daşıyır. Çünki 18-də onlar çıxıb xalqı əmin etmişlər ki, Bakıda komendant saatı olmayacaq və orada gəlməyəcək. Axşam saat 12-də, düz 12-də doğrudan da güllə səsləri eşidilməyə başladı. Biz o vaxt qərargahdaydıq. Bu keçmiş Dzerzhinski Parkın yanındakı qərargah nəzərdə tutulur. Və saat 1-ə qalmış mən oradan çıxmışam. Yusif Səmədovun maşınında gedirdik. Yolda bir neçə yerdə küçələrdə adamları gördük. Hər yerdə xahiş elədik ki, dağılışın. Ordu heç nəyə baxmadan hər şeyi əzib gedəcək. Bunlar artıq bu Moskvada oturmuş cinayətkarların Qarbaçov başda olmağının əmridir və bunun qarşısında heç nə ala bilməyəcək. Buna görə də özünüzü qurban verməyin. Ancaq təəssüf ki, bizim sözümüzü heç yerdə normal qarşılamadılar. Və Yusif Səmədoğlu'nu apardıq evinə qoyan anda o evin ətrafında da atışma gedirdi və mən sözün doğrusu Yusif Səmədoğlu'nun evindən çıxa bilmədim. Sürücü də demək olar ki, imtina elədi və yaxınlıqda ev var idi, çıxdılar, getdilər ora. Mən də Yusif Səmədoğlu ilə qalmalı oldum. Səbəb, belə bir sual. Ümumiyyətlə, bəs piketləri 19-undan əvvəl kim elətdirmişdi? Bunun bir kağızda ya bir belə qanunu olan, məsəl üçün Xalq Cəbhəsinin ya başqa bir partiyanın mı qərarı olmuşdu ki, bu piketlər elənilsin və hərbi hissələrin qabağı bu piketlərlə kəsilsin, ümumiyyətlə yollar, Bakıya girmək üçün və s. Xalq Cəbhəsinin bu barədə heç bir qərarı yox idi. Bunu da mən tam rəsmi şəkildə bildirə bilərəm, çünki hər halda elə ola bilməzdi ki, cəbhə hansısa qərar qəbul etsin, mənim ondan xəbərim olmasın. Mən bilən başqa heç bir təşkilatın da bu barədə qərarı yox idi. Bu sadəcə olaraq bir növ cəmaatın öz təşəbbüsü idi və cəmiyyətin elə bil ki, özünü təşkil prinsipləri əsasında həyata keçirilən bir tədbir idi. Vəziyyət elə idi ki, çox mürəkkəb idi, yadınızdadır sizin o vəziyyət yəqin ki, və ayın 15-də Qarbaçov fərman vermişdi ki, Dağlıq Qarabağda hərbi vəziyyət elan edilir və həmin fərmanın bəndlərində bir də qeyd olunurdu ki, Azərbaycanın böyük şəhərlərində, o cümlədən Bakıda və Gəncədə də hərbi vəziyyətin tətbiq edilməsinə dair Azərbaycan rəhbərliyi öz mövqeyini bildirsin. Və sözsüz ki, əhaldə narahatlıq yaranmışdı. Sonradan hərbi hissələr Azərbaycana doğru gəlməyə başlayanda, Bakının özündə hərbi hissələrin fəallaşması hiss olunanda kütlədə, cəmaatda sual da olmuşdu ki, bu hərəkətin məqsədi nədir? O günlərdə bizim Primakov, Girenko, Respublikanın rəhbərlərindən bəzilərindən bir yerdə görüşümüz, söhbətimiz olmuşdu. Və orada da heç kim açıq demədi ki, bizim məqsədimiz Bakıda hərbi vəziyyət tətbiq eləməkdir. Əksinə dedilər ki, bu vəziyyət nasıl olacaq və s. Və soruşanda ki, bu ordu niyə hərəkətə gəlib, hara gedir, iddia edirdilər ki, bunlar Bakıdan keçib Qarabağa gələcəklər. Biz onlara dedik, axı, Qarabağa getmək üçün Bakıdan keçməyə ehtiyac yoxdur. İstənilən istiqamətdə başqa yolla getmək olar. Bu sualımıza da cavab tapırdıq. Və prinsip etibarıyla bizə nəzərcədən aydın idi ki, məqsəd Bakını tabi etmək, demokratik hərəkatı məhv etməkdir. Əgər hər halda bu DTK orqanları çox bizlə mübahisə edirlər bu faciənin səbəbləri haqqında,
Yəqin onlarda bizim çıxışlarımızın hamısının surətləri var. Xalq Cəbhəsinin konfransında 6 yanvarda, 90-cı il yanvarın 6-sında mənim çıxışım var. Yəqin gör çıxışın mətni DTK-nın əlində də var. Açsınlar, oxusunlar, görsünlər mən orada hansı proqnozları vermişəm, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini necə göstərmişəm. Təəssüf ki, həmin o nəzəri proqnozlar sonradan hamısı həyata keçirilibdir. Yanvarın 19-u. Səhər mən işə gedərkən gördüm ki, deməli, Mərkəzi Komitənin binası piketdən alınıb, cəmaat orada dolub və heç binaya girməyə də imkan yoxdur. Nəysə, mən çalışdım ki, o işə çatam və həyətdən deməli, ayrı yoldan yol tapdım, işə gəldim və mən bütün günü işdə oldum. Amma məlum oldu ki, ayın 18-də şəhərdə tamamilə Respublikanın rəhbərliyi vəziyyəti kontrolə ala bilməmiş, idara olunmaz bir vəziyyət yaranıb və binanın özündə imkan olmadı ki, aparatın işçiləri deməli, idarəyə daxil olsunlar və işləyə bilsinlər. Deməli, Mərkəzi Komitənin işçilərin çoxsu imkanları olmadı ki, binada olsunlar. Deməli, 1-2 nəfər bizim şöbədən, mənim bir yerdə o işdəydi və ayrı deməli şöbələrdə az miqdarda yoldaşlar çalışır. Vəssalam. Bağışlayın, burada bir sual çıxır ortalığa. Vəzirov onda Bakıda idi. Vəzirovla mənim əlaqam yox idi, amma bildiyimə görə Vəzirov işə çıxmamışdı və Mərkəzi Komitəyə gəlməmişdi. Катин и Язов, насколько я понимаю, где-то, по-моему, 19 числа прилетели. Как Примаков раньше. Примаков раньше. Я хочу, если говорить о Примакове, я хочу откровенно сказать. Вот я помню, и я должен сказать, что, как и я, он самым решительным образом выступал против того, чтобы было бы чрезвычайное положение в Баку. Самым категорическим образом. Мы оба задавали такой вопрос всем, кто настаивал на этом, видя нарастание различных негативных, так сказать, явлений, опасных для законных структур, значит, говорили, надо вести и так далее. Категорическим образом возражал. Вот даже мы приняли тогда указ Президиума Верховного Совета Азербайджана на бюро ЦК, мы обсудили, единогласно было принято это, согласован документ был, и Президиум наш принял, который был подтвержден указом Президиума Верховного Совета СССР от 15 января 90-го года о введении чрезвычайного положения на Нагорном Карабахе, вокруг Нагорного Карабаха и приграничных с Арменией районах. Это было сделано потому, что вот в результате вот этих событий, то, что я рассказывал по Ленкоране, Джаллабаду, погром и так далее, внутриполитическая ситуация настолько ослабила власть, деморализовала правоохранительные органы и так далее, что этим очень активно воспользовались армянские сепаратисты. Они начали большой, тогда вокруг Чайкенда, в Ханларском районе, Касым-Исмаиловском районе, Зангилан, Кубатлы, Лачин, Кельбаджар, начались очень большие, так сказать, массивные атаки боевиков и так далее. И вот тогда мы приняли решение, чтобы ввести там. Но интересно, в указе СССР, значит, записано, при необходимости в Баку и Генже ввести комендантский час. Этого не было в нашем указе. Мы категорически слово «Баку» не писали и не было, а это в Москве вписали. И тогда это у меня вызвало очень большое беспокойство, озабоченность, что Баку почему записан. И тогда решительным образом мы заявляли, что нельзя. Мы категорически против введения чрезвычайного положения в Баку. И, кстати, предупреждали и оппозицию, и всех других. Не провоцируйте военных тоже. Все может случиться. Не провоцируйте, не допускайте. А что получилось? Начали блокировать армейские эти части и так далее. Создавалась очень опасная ситуация. Я был категорически против этого дела. Но 18 числа, в полдень, 18 января, мне было сказано, что я освобожден решением Политбюро от обязанности первого секретаря ЦК партии Азербайджана и направлен в распоряжение МИД СССР.
так сказать, для продолжения своей дипломатической карьеры. И с того момента я практически уже не участвовал ни в каких делах. И вот сейчас мы беседовали, и вот Тофик Кашимов, тоже член правления Народного фронта, он как раз подтверждает, что 18 вечером, где-то в 10 часов, я пришел на встречу, они просили этой встречи, я пришел, но они видели, в каком я состоянии, поэтому беседа у нас была меньше, чем полчаса, и я ушел. Ну и я очень серьезно заболел. Я не знаю причин этого заболевания тоже, как случилось, что случилось, но в любом случае я плохо себя чувствовал. И где-то 27 января я только пришел в себя. Вы 19-го из Баку уехали? Не знаю. Не знаю. Но я думаю, что 19-го. Почему? Потому что 18 вечером, в 10:30 я был в ЦК и пошел домой. А потом вот просто не помню сейчас. Видимо, 19-го. Может быть, вечером 18-го, я не помню сейчас. Səhər Primakov Mərkəzi Komitənin qarşısındakı mitingdə çıxdı. Orada Zeynalovu biraz təhqir eləmişdilər. Ondan sonra çıxdı və dedi ki, mən rəsmi adam kimi sizə deyirəm, ordu şəhərə girməyəcək və fövqəladə vəziyyət olmayacaq. Əgər mənə inanmırsınızsa, məni girov götürün. Bu söz Primakovun ağzından çıxıb. Və ondan sonra da Polyanişka 18-cində gecə də mən Polyanişkanın yanında oldum, özdə nətər oldum. Mən evə gəlmişdim, bir həftə idi, heç evə getmirdim, əyinim dəyişməyə. Həyat yoldaşım dedi ki, Polyanişkanın köməkçisi zəngləmişdi, dedi, saat 4-də də olsa mənim yanıma gəlsin. Mən getdim. Haradasa saat 2 idi. Polyanişka təkid otaqda bir bölümdə Mərkəzi Komitədə işləyən bir nəfər vardı, üzdən tanıyıram onu, indi də görsəm yenə tanıyaram. Dedi ki, bəs Yazov Bakıya gəlib. Xeyr olun, nəcəb? Dedi, bilmirəm. Dedim, onda məni ondan görüşdür. 19-da keçən gecə, bəli. Deməli, Vəzirovu da ayın 10-dakı görüşdən sonra görməmişəm. Heç bir görüşdə Vəzirov iştirak eləmirdi. İştirak edirdi Telman Orucov, Ayaz Mütəllibov, Polyanişka, Rafiq Əliyev, bəzilərində Rafiq Zeynalov, belə. Amma Vəzirovun üzünü də görməmişdim. Onundan sonra axırıncı görüşüm onunla olmuşdu. Və o mənə söz verdi ki, mən onda çalışaram, görüşdürəm. Səhər saat onun yarısında mənə zəng elə. Deməli, 19-unda səhər saat onun yarısından axşam saat 6-ya kimi mən Polyanişkaya zəng elədim, köməkçisidir. Ya müşavirədədir, ya yoxdur, görüşmək mümkün olmadı. 19-unda etibarın dediyinə görə mən 19-unda da vəziyyət gərginləşəndə axşam saat 6-dan sonra bir-birimizdən görüşə bilmədik və günüz qərar almışdıq ki, etibar axşam saat 8-də günün ekranında çıxış eləsin və xalqa müraciət eləsin ki, dağılmaq lazımdır. Ordu şəhərə girməyəcək, son ana qədər deyirlər ordu şəhərə girməyəcək və istifa məsələsi də həll olunub, 2 gün vaxt lazımdır. Etibarın danışığından, Polyanişkinin danışığından sonra da mən onu görmədim. Çünki biz barikadalara gedirdik, o müxtəlif yerlərə və bildiyimiz kimi 8-15 dəqiqə qalanda da onlar bilirdilər, çünki biz meydanda elan eləmişdik ki, etibar çıxış eləyəcək, 8-15 dəqiqə qalanda televiziyon bloku partladıldı. Və o blok partladılanda deməli, neysə biz yenə hiss elədik ki, bu gərgin olacaq, amma düşündüyümüz nə idi o dövrdə? 19, deməli, ayın 4-dən 5-nə keçən gecə, 88-ci ildə, dekabrın, millət ordudan Dubinka yemişdi. Və o millətin o hazırlığı ancaq Dubinkaya qarşı idi. Artıq heç bir hazırlıq nəzərinə gətirə bilmirdi və Tbilisi hadisəsindən sonra heç nəzərinə gətirə bilmirdi. İndi bu günləri çox ittihamçılar çıxıb. Təbii mən əvvəldən öz günahımı boynuma götürdüm, təcrübəsizlik. Yenə də ispat olunarsa doğrudan mənim burada güclü əməli fəaliyyətim olub, bütün varlığımdan mən cavab verməyə hazıram. Mən şəhidlərin qanının kiminsə sağ qalması hesabına batmağın tərəfdarı deyəm. Və bunu əvvəldə demişəm, indi də deyirəm, ömrümün axırında da deyirəm. Əgər məndə o günah
mən bəli, özümün mənəvi hesabdan günahkar hesab edirəm ki, gərək duyaydı. Bu da bizim, yenə deyirəm, təcrübəsizliyimizdən irəli gəldi, şəxsən mənim və mən onu görə bilmirdim. Ki, doğrudan bizim bu doğma, rəşadətli Sovet ordusu bir belə ləyaqətsizlik eləyə bilər. Kim nə təristəyir başa? Yenə deyirəm, mən şəhidlərin qanının yerdə qalmamasını, qardaşım, özüm olan, mən o ittihamdan heç vaxt qaçmaram. Amma haqqına ittiham olunsun. Mən ona razıyım. Onsuz da mənəvi cəhətdə mən özümü günahkar hesab edirəm. Və partladılandan sonra biz dedik ki, yəqin daha ordunun şəhərə girməsi labüddür. Siz təsəvvürləyin, günləri düzdür, ittiham olunur, hərəkat, yenə onu qəbul edirəm. Hər kəs öz günahını. Amma dövlət strukturu bu barikadaların dağıdılması üçün cüzi bir addım da atmadılar. O dövrdə indi bir müxalifətin əlində biraz otaq da var, bəzən nəqliyyat da var. Amma onda bizim əlimizdə heç nə yox idi. Hətta megafonlarımız da çatmırdı. Və biz fərz eləyək ki, biz bunu düzəltmişdik də, barikadaları biz. Amma dövlət strukturu heç olmasa bundan bilənlər vardı. Və yaxşı bilirsiniz ki, şəhərdə dövlət avtomobil müfəttişliyin və başqa içində radiosu olan avtomobillər var, gücləndiricisi olan. Bundan heç olmasa Mərkəzi Komitənin və başqa strukturun rəhbərləri gedib şəhərin bütün müxtəlif istiqamətlərində xəbər verə bilərdinmi ki, dağılın ya 2 saata, ya 3 saata. Bir dənə belə addım olmuyor. Əksinə, 18-cində qeyd edədiyim ki, Əfram Daşdəmirovla Mixaylovun xalqa arxayın salmaq olub ki, ordu şəhərə girməyəcək və fövqəladə vəziyyət olmayacaq. Təxminən 12-nin yarısında biz gördük ki, bir Jiguli maşını bu Niyazi küçəsindən yaxınlaşır komendatoraya. O dedi ki, bəs artıq Saylan qışları tərəfdə cəmaata güllə atırlar, şəhər qoşun şəhəri artıq yeriyir. Və o adam da əlindən yaralanmışdı, o əlinin ortasını güllə deşmişdi onun. Bizim əməkdaşlarımız ona kömək edilər, əlinin adını sarıldı. Və ondan sonra o hara getdi, mən deyə bilmərəm. Artıq biz özümüz də istəyirdik ki, vəziyyət gərginləşir. Bu zaman istəyir xalq cəbhəsinin liderlərindən, istəyir partiya xilafətinin liderlərindən heç kim artıq yox idi. Xalq idi və Mərkəzi Komitənin binası mühafizə edən milis əməkdaşları idi. Biz vəziyyətin belə gərginliyini görüb və hiss edik ki, artıq güllələr eşitməkdir. Güllələrin səs şəhərə eşidilirdi və qoşun artıq şəhərə yerirdi. Təxminən saat 3-ə qalmış. Bizim rəisimiz, milis polkovniki Axundov Vaqif orada qurulmuş mikrofona yaxınlaşdı. O hiss edir ki, vəziyyət çox gərginləşir və burada qan tökülə bilər, artıq ölümlər ola bilər. Mikrofona yaxınlaşıb dedi ki, cəmaat, biz necə bir milis işçisi kimi bu xalqın evladıyıq, biz də sizinlənik, siz də bizimləsiniz. Biz elə eləməliyik ki, burada qırğına ölmək yol verilməsin. Sonra dedi ki, mən hamıdan xahiş edirəm, heç bir provokasiya yol verilməsin, cəmaat qalpaq şəklində dövə vurub dayansın, bütün mühafizəsini biz öz boyumuza götürürük. Nə lazımdır edəcəyik. Bütün bunlardan sonra biraz keçməmiş, artıq hiss olunurdu ki, güllələr Mərkəzi Univermağın yanından səslər gəlirdi. Biz zabitlər, 8 nəfər, başda Yoldaş Axundov olmaq şərti ilə zəncir halında belə düzülüb bir sırada düz qoşunun qabağına getdik. Qoşunun təxminən Filarmoniyanın yuxarı qapısının ağzında biz qoşundan üzbəyiz dayandıq. 8 zabit və hamısı hər biri məndən boylu buxunda olan hərbi geyim, 50 avtomatlı soldatlar. Zabitlər, onların da başları hərbi formada, paleo forma giymiş podpolkovnik idi. Bizim rəis dedi ki, siz buradan artıq bir yana keçməyəcəksiniz. Əgər keçsəniz, ancaq bizi öldürəndən sonra keçə bilərsiniz. Bizim orada xalqımız var. Biz öləndən sonra xalqa yaxınlaşa bilərsiniz. O da belə bir ifadə işlətdi ki, bəs, bax, o Baran transportun başında bir nəfər hərbi zabit ölübdür. O mənim üçün çox əzizdir. Sizin adamlar güya onu öldürübdür. Bunun müqabilində Axundov yoldaş dedi ki, onu kim öldürüb biz deyə bilmərik. Biz bu binanı mühafizə edirik və bina ilə birlikdə cəmaatımızı, xalqımızı da mühafizə eləyəcəyik. Təxminən 5-10 dəqiqəlik danışıq getdi və bu danışıqda belə qərara gəldik ki, həm biz dayanırıq, o Filarmoniyanın qapısı ilə asfaltın üstündə, həm onlar dayanırlar. Əgər cəmaat tərəfindən hər hansı bir provokasiya
güllə atmaqdır, daş atmaqdır, başqa bir tədbir olarsa hərbiçilərə qarşı, qoşuna qarşı, onda o artıq silahdan istifadə edəcəklər, tətbiq edəcəklər. Onlar da bizimlə orada dayandılar. Təxminən 1 saatdan artıq biz orada dayandıq. 5-6-nın yarısında qoşun yavaş-yavaş şəhərdən öz tədbirlər, qərargahlarına doğru çəkilməyə başladılar. Və belə bir sual, cəmaatı xilas eləməklə bir yerdə, binanın içində o gecə siz kimi xilas elədiniz? O keçmiş mərkəzi komitənin binasında kim qalmışdı ümumiyyətcəndə? Onları kimlər var idi ki, onları da siz xilas edərdiniz? Yüksək vəzifəlilərdən demək olar ki, orada heç kəs yox idi. Orada məncə yalnız Viktor Polyanski qalmışdır. Biz hiss edirdik ki, mərkəzin Azərbaycana qarşı hazırladığı təcavüzün yeni mərhələlər həyata keçirilir. Və ikincisi də ondan ibarətdir ki, mümkün qədər xalq, əhali dövlət binalarına, dövlət rəhbərlərinə hücumlar etməli idilər. Məsəl üçün, onlara lazım idi ki, mərkəzi komitənin qarşısına toplaşmış cəmaat həmin binaya hücum eləsinlər, basqın eləsinlər və Qarbaçovun o Azərbaycanda dövlət çevrilişi cəhdi haqqında versiyası təsdiq olunsun. Çünki o versiya nə o vaxt, nə də sonra heç bir faktdan sübut olunmadı. Çünki həmin dövrdə heç bir dövlət binasına, heç basqın olmamışdı, heç bir dövlət şəxsına qarşı, rəhbər şəxsə qarşı heç bir təcavüz olmamışdı. Ona görə də o versiya partladı, yox oldu, getdi. Ancaq həmin dövrdə o versiyanı həyata keçirmək istəyirdilər. Çünki özünüz fikirləşin, 19 yanvardan 20 yanvara keçən gecə Bakının bütün küçələrində, hər yerində əhalini qırmışdılar. Heç bir yerdə insanlara rəhm eləməmişdilər. Mərkəzi komitənin qabağındakı mitinqi isə dağıtmamışdılar. Halbuki cəmaat gecə də orada qalmışdı, müəyyənsəsi orada qalmışdı, səhər də toplaşmışdı. Və deməli, həmin deməli, kiçik meydan bütün tərəflərdən BTR-lərlə, tanklarla, əsgərlərlə, silahlı əsgərlərlə əhatə olunmuşdu. Ancaq nə gecə, nə də səhər orada təcavüz edilmirdi. Əksinə, vaxtaşırı güllə atırdılar göyə, yaxud BTR-in birini cəmaatın üstə sürürdülər, bir növ panika yaratmaq istəyirdilər və cəmaatı daha da qəzəbləndirmək, qıcıqlandırmaq istəyirdilər ki, cəmaat mərkəzi komitəyə hücum eləsin. Müəyyən bir əfsanə ilə xalqı aldatmaq, onu piketlərdə saxlamaq üçün gəh şaya yayırdılar ki, İslam ordusu gəlir, Türk ordusu gəlir. Bu, siyasətdən başa çıxmayan adamları aldatmaq üçün bir fənn idi. Real həqiqəti heç kəs xalqa demirdi, əhaliyə demirdi. Mən şəxsən adlarını çəkərəm ki, Vəkil Hacıyev, məsələn, mən öz qulağımla İstifa meydanında, yəni indi Mərkəzi Komitənin keçmiş binasının qarşısındakı meydana xalq İstifa meydanı adı qoymuşdu. Biz Arazdan 11-in yarısında ora gələndə Vəkil Hacıyevin səsini eşitdik və Vəkil Hacıyev universitetin doçentidir və onu 88-ci il hadisələrindəki mənfi roluna görə tanıyırıq. O deyirdi ki, cəmaatı çağırırdı ki, gedin metronun yanında mebel maşını var, ona minin, 100 nəfər Salyan kazarmasının yanına gedib piketi gücləndirməlidir. Və cəmaat da gedirdi. Bu ayın neçəsində oldu? Bu 19-unda, yəni təxminən 40-na 2-3 saat qalmış. Axı cəmaatda radikal əhval-ruhiyyəni qızışdıran adamlar var idi. Əgər 19-unda, 10-unda, 11-ində Azərbaycan televiziyası ilə rəsmi şəxslər sayılan, cəmaatımız televiziya ilə çıxış edən hər bir adamı rəsmi şəxs sayır. Fikirləşir ki, o hökumətin razılığı ilə çıxış edir. Əgər Şeyh Məmməd Hüseynov çıxış edirsə və deyirsə ki, Qarabağ problemini biz silahla həll eləməliyik. Bunun mənası nə idi? Və onu televiziyaya buraxan adam nə fikirləşirdi? Xalqa silahlanmaq şüxuliyyəsini kim verdi? Kim idi bizə silah verən? Erməniyə silah verirdilər. Azərbaycan xalqına silah verən yox idi. Və bu barədə biz Xalq Cəbhəsinin konferansında demişdik ki, bu təhlükəli bir oyundur. Bizi şirinlikləndirirlər, bizə xülya bir yaradırlar beynimizdə ki, biz silahlansaq Qarabağ problemini həll eləyərik. Məni qoymadılar Müdafiə Şurasına girməyə, Milli Müdafiə Şurasına ki, mümkün deyil. Belə yağış kimi atırlar. Mən oradan gəldim, yenidən o gözümlə o qanaxan, sonra yaralılardan 3-4-ünə kömək elətdirdik, qoydurduq, göndərdik, gəldim Mərkəzi Komitəyə. Mərkəzi Komitədə heç kim yox idi. Mən çıxdım, deməli, bütün, mən liftlə çıxdım, 3-cü mərtəbədə Polyanişka otururdu. Polyanişkanın mərtəbəsi bütün pəncərələrdə ən azı 2-2 avtomatçı, bəzilərində də pulemyot. Girdim yanına, Polyanişkanın yanında bir polkovnik oturmuşdu. Haradasa sizə deyim, saat 3-ün yarısıza dolardı, bax belə. Mən deyərdim, şok vəziyyətindeydim. Çünki o şeyləri, o dəhşətici mən gördüm ki, mən ömrümdə elə əskər görməmişdim. Saçlar çiyinlərindən, ya park imidir, ya qoyum idi, bilmirəm, çiyinlərindən aşağı, gözlər hədqəsindən çıxmış, insan sifətində olmayan, mən deyərdim, Afrikanın cəncəlliklərindən yığılmış, yırtıcıdan da pis idilər olar.
Mən onların yaxınlığına gördüm, bir 20 metrə qədər yaxınlığında, 15 metrə qədər. Amma yaxınlığına gedəndə deyir, ağızlarından iyi gəlirdi. Şəxsən mən o yaxınlığa düşə bilmədim ki, o iyi hiss eləyirdim. Vallahi ki, mən hansı tərzdə təhqir eləmişəm, sonradan əfqan bir oğlan mənlə giribmiş, mən türmədən buraxılandan sonra mənə dedi ki, sizin dediyiniz sözləri mən bilirəm, dedim, hardan bilsən, dedim, mən sənin yanımda. Mən inan ki, bilməmişəm ki, mənim yanımda olum. Yəqin ki, indi bu filmə baxandan sonra özü gəlib, bəlkə də sizə o sözlüğünü deyər. Polyanışka başını belə salıb oturdu, dedi, Rakim, я ничего не мог сделать, извини. Dedim, axı, bu xalq sizə nə eləmişdi və biz sizə nə eləmişdik? Və dedi ki, mən indi çalışaram, səni Yazovla birləşdirim. 40 dəqiqədən artıq mən oturdum, Yazovla birləşdirənmədi, telefonu caladı, harı ilə birləşdirildi, bilmirəm. Sonra dedi ki, Şatalinlə danış. O komandir Vnutreni Vayskiydi da Şatalin. Onunla danış, o da telefonumu verəndə dedi, dedim, mən də buna dedim ki, onda inisial yadım dedim, indi fikrimdə deyil, dedim ki, mən sizlə danışmaq istəmirəm, çünki siz yalancı adamsınız. Desən, mən haradan tanıyırsan? Telefonla özə çox zəif gəlirdi səs. Dedim, 89-cu il, iyulun 25-də, 24-də o deputat briqadası gəlmişdi Şuşaya, Aleynikin rəhbərliyi ilə. Orada dedim, olan hadisəni mən sizə rəsmi yazdım, verdim ki, Quşçularda Hacıyev Sərvər adlı birisini nətəri döyüb aparıb Stepanakertə pis günə salıb, özü orada polkovnik demişdi ki, ya bu Afqanistani qatov, bu Pitkrov müsülmanov. Mən onu rəsmi sizə ərzə şəklində yazdım və siz də dediniz ki, özdə avqustun 6-sında vermişəm ərzəni mən Barannikovun kabinetində ona. Və onun da adjutantı o biri nüsxəyə qol çəkib qaytarıb məni. İndi evdə mənim arxivimdə var o. O mənə dedi ki, 10 günə sənə cavab qaytardım. Dedim, siz hələ 10 gündən 6 ay keçibsiniz, mən sizə mən yazımla danışmaq istəyirəm. Dedi, on не можешь с вами разговаривать, он занят. Bundan qutardı. Ondan sonra Həsən Həsənov zəng elədi. Evimə hardan zəng elədim, mən Polyanışka mənə dedi ki, Həsənovdur zəng eləyəm. Mən aldım, Həsənovu da təhqir elədim ki, deməli, Respublikanın əsl ağası olan Polyanışka bu günləri oturubdu burada. Siz hamınız evlərinizdə gizlənib xalqı da qırğına vermişdiniz. Və mən bunları da bu gün də o fikirdəyəm. Скажите, пожалуйста, кто дал команду ввести войска? Ну, я думаю, что Это команда была такая, я так полагаю, прочитав потом документы. Был указ о введении чрезвычайного положения в Азербайджане, в Баку. Судя по всем откликам и документам, которые вот я читал, в том числе вот заявление Кафаровой Эльмиры Микаиловны, председателя вот, по случаю, потом материалы пленума ЦК и так далее, судя по всему, значит, население не было своевременно предупреждено о введении этого положения. И насколько вот я помню, вернее, познакомился недавно с материалами пленума ЦК Компартии Азербайджана, там тоже высказывалось такое соображение, что введение чрезвычайного положения, возможно, и было оправдано, но то, как оно осуществлялось, это было решительно должно было быть осуждено, потому что оно привело к крови. Вы знаете, вот когда в ноябре 1988 года, месячная, помните, была, может, слышали, и надо было очищать площадь, ведь мы ее очистили не так, как очищали ее 9 апреля 1989 года, а? И столько же было народа, ни капли крови. Были ли у вас разговоры с Горбачевым, с Михаилом Сергеевичем? Напрямую, то есть, вот пытались ли вы объяснить Москве, что не надо этого делать? Я вам скажу такую вещь. Ведь самое интересное заключается в том, что, в общем-то, как будто был снят вопрос, потому что мы, когда приняли это постановление, мы категорически на следующий день, я связался и возражал против того, что почему это попало при необходимости в Баку и Генджа. Потому что меня это очень озаботило. Я категорически сказал, что мы не можем идти на этот шаг. Ни в коем случае. Потому что это может привести к кровопролитию, поскольку делаются призывы и так далее, выйти, не допускать армию и так далее. Нельзя было этого делать. И более того, я просто в тот период считал, что еще не исчерпаны все возможности политического урегулирования этого вопроса. Но были и силы, которые хотели
пролития крови. Понимаете, это тоже мы не можем сбрасывать со счетов. Были силы, которые хотели Эти пролития силы, крови. вот самое интересное, Абдурахман Ильич, как думаете, эти силы были извне или были внутри? Я думаю, что это было в совокупности. Это было в совокупности. Это было выгодно и тем, кто извне, в данном случае я имею в виду соседей наших, соседей, вот, в первую очередь. Армян, наверное. Ну, армянскую сторону. Не Просто армян. у нас еще есть соседи, поэтому... Не-не-не, Грузия, Иран, Грузия. не-не-не. Я думаю, что это речь шла о конфликтующих сторонах. да. О конфликтующих сторонах. Но, конечно, я вам скажу. Вы знаете, интересная вещь. Летом 1989 года, когда товарищ Муталибов уже был председателем Совета Министров, мы с ним вели очень продолжительный разговор о следующем. Вы понимаете, меня угнетала та мысль, я получил с Госкомстата СССР сведения, в котором было указано, что Азербайджан занимает 14 место по потреблению овощей и фруктов в Советском Союзе. Вы знаете, для меня это было ужасно. Мы производим, и наши дети, и без того отравленные пестицидами прошлых лет и так далее, и так далее. И тогда мы сели, и я попросил поработать. И они подготовили, и он принес проект постановления Совета Министров. Хороший проект, в котором мы думали и установили порядок. Хочешь, уезжаешь, 20 килограмм увози. Сыну, внуку и так далее. Больше плати налог. Поставили заслоны и так далее, и он мне докладывал, сколько было задержано в сторону Кубы, в сторону ту, эту и так далее, везде. Я не знаю, вы жили в Баку в то время? Вы помните, что творилось на рынках 89-го года? 3-4 километра машины стояли, груз, и все продавалось. Как цены упали. Цены на базаре никогда не падают, всегда растут. Цены упали. И мы насытили. Знаете, сколько я получил писем? Спасибо, наши дети вдоволь поели. Рабочий может купить, другой может купить и так далее. Ко мне пришел один человек и говорит, вы знаете, пришли люди, которые зарабатывали на вывозе, были созданы кооперативы, которые только по телефону привези, увези и так далее. Они, говорят, сказали, что потеряли в течение 2 недель до 300 миллионов рублей. И сказали, что мы готовы положить сколько угодно денег, Визиров не должен остаться до следующего лета. Вы можете высчитать, сколько стоит Визиров. Sizcə bu faciənin təqsiri kimin üstündədir? Bu cavanlarımızın qanı kimin üstündə qalıb? Mən plenumdakı məruzamı xatırlatmaq istəyirəm və hesab edirəm ki, bu Respublikanın rəhbərliyi ilə hesablaşmamış. Respublikanın qanunları tapdalanıb belə bir qərar qəbul olduqda bu qərarın icrası da belə bir kobud, belə bir saldafon formasında icra olmuşdu ki, qanda töküldü, bu qədər də faciə baş verdi. Hesab edirəm, hərbi rəhbərlik bir növ cavabkardır. Bəli, bəli, hərbi rəhbərlik və bilavasitə bu aksiyada iştirak edən hərbi işçilər cavab vermədilər. Bu Moskvanın, Sovet İmperiyasının Azərbaycana qarşı təcavüzü və Azərbaycan xalqına qarşı cinayəti idi.
Bu cinayətin senarisi Moskvada hazırlanmışdı və baş cinayətkarlar da Gorbaçov, Primakov, Yazov, Kryuchkov, Bakatin, Varennikov və bir çox başqaları idilər, baş cinayətkarlar. Təəssüf ki, onların Bakıda qul kimi boyun əyən Vəzirov tipli rəhbərlər, bəlkə də bugün də Azərbaycan rəhbərliyi edən şəxslər də orada daxil olmaqla bu cinayətdə bilavasitə iştirak ediblər və aydın məsələdir ki, Polyanişka kimi mərkəzin burada canişini bilavasitə Azərbaycanda bu cinayətin baş koordinatoru olubdur. Azərbaycan xalqının qanuna əli batmış birinci şəxs bəlkə də mən Polyanişkanı hesab edərdim. Ancaq bu cinayətkarlardır. Cinayətkarla məsələ başa çatmır. Burada bizim də səhvlərimiz olub. Müxalifətin səhvləri olub, Xalq Cəbhəsinin səhvləri olub. Və cəbhənin rəhbərliyinin bir hissəsinin səhvləri, bayaq dediyim kimi, mərkəzin qurduğu senaridə müəyyən torlara, tələlərə düşməkləri olub, siyasi səhvlərə yol veriblər. Digər hissəsinin isə mən də daxil olmaqla, digər hissəsinin səhvi isə o dövrdə lazımi fəallıq göstərməməsi olubdur. Doğrudur, indi biz özümüzə əsas qazandırırıq ki, biz cəmaatı başa salmağa çalışdıq ki, bu nəyin nəticələnəcək. Əvvəlcədən xəbər verdik ki, bu proses hara aparıb çıxarır, mərkəzin bizə qarşı sui-qəsdi nədən ibarətdir. Ancaq hər halda biz daha çox səy göstərə bilərdik həmin günlərdə cəmaatı başa salmaq işində. Təəssüf ki, bir neçə cəhd göstərəndən sonra görəndə ki, cəmaat bizə xain kimi baxır. Elə biz deyəndə ki, burada piket qurmanın mənası yoxdur, bu tanka tapşırıq veriləcək, əmr veriləcək ki, buradan çıx və onun qarşısında heç nə almayacaq. Bizə satqın kimi baxırdılar, xain deyirdilər, qorxaq deyirdilər, hər cür sözlər deyirdilər və biz də bir növ bundan çəkinib qıraqda dururduq. Bunu mən herhalde şəxsən özümə aid bunu boynuma alıram. Если только кто-то будет заниматься поиском ведьм, кто виноват и так далее, это будет большая трагедия. Все причастны к этому делу. Все виновны в том, что случилось, и, в общем-то, выразилось вот в этой трагедии. А другие события разве не столь трагичны? Что было в Сумгаите, что было в Аскеране, что было в других местах, когда гибли люди. Все это трагично, все это трагедия, которая обрушилась на наш народ благодаря неумной политике, которая осуществлялась и центром, и республиканскими органами, и местными органами. Понимаете? Поэтому я не хотел бы тут кого-то одного находить, кто организатор дела. Другое дело, что, конечно, не было проявлено мудрости и со стороны тех, кто призывали людей вот к таким действиям. Идти, так сказать, открыто на антиконституционные противозаконы. Ну хорошо, чем можно оправдать то, что вооруженные люди приходят и захватывают в Ленкоране горком партии? Чем? Причем, когда разговаривали с этими людьми, они ничем не могут объяснить. Выполняли чей-то заказ, какие-то силы. А в Ленкоране, вы знаете, мафиозные силы были очень крупные. Очень крупные. И когда начали их прижимать, они положили все. И деньги, и оружие, и так далее. Откуда оружие появилось? Кто раздает оружие? Это покупается, подкупается, воруется и так далее, и так далее. Поэтому я, знаете, хочу вам сказать, что если только кто-то будет пытаться искать, он просто... Бесплодная эта работа. Главная задача какая? Вторую, вот то, что вы говорите. Только единство. Не делить, не искать, а всем впрягаться. Республика получила независимость. Вы раньше знаете, вот сейчас вот говорят, вот центр виноват, что случилось, республика виноват, руководство и так далее. Все виноваты, все причастны к этому делу. Но если мы сейчас, когда завоевали независимость, когда ни на кого не сошлешься, никакой СНГ нету, это все разговор. Никто, ни Ландсбергис, ни Леон Петросян, ни Назарбаев, никто, ни Снегур, никто не будет за нас, за наш народ, для нашего народа решать, кроме нас самих. Я первый, кому даю интервью, это вы. Благодаря вашей настойчивости, вот, вы получили это интервью. Я давал обет молчания. Почему? Это говорят, уходя, уходи. И более того, я где-то прочитал, мудрость – это в сдержанности и не вмешательстве. 20 yanvar bizim en büyük qələbəmizdir. Söhbət bundan getmir ki, həmin 20 yanvarı o gündən bu günə qədər mənim yadımdan çıxmayıb və çıxmayacaq da, unudulmayacaq da. Ancaq Milli Azadlıq Hərəkatında 100 nəfərin, 200 nəfərin ölümü bizim faciəmiz öyle böyük bir faciə deyil. Mən hesab edirəm ki, yanvar faciəsində təkcə Vəzirovun günahı deyil. Azərbaycan Kommunist Partiyasının, hökumətinin, bütün o dövrki rəhbərliyi günahkardır. Mən açıq deyə bilərəm ki,
əgər o adamlar dövlət məsuliyyəti daşıyan adamlardırsa, gərək lap öz karyerası hesabına çıxıb o gedən oyunu xalqa deyəydilər, qoy işdən çıxaraydılar, qovulaydılar, partiyadan qovulaydılar. Amma bunu deməliydilər əgər vətən oğulları idisə. Və xalq cəbhəsində rəhbərliyi, mən onları günahlandırıram ki, onlar özlərinin bacara bilmədiyi mürəkkəb bir intellektual oyuna girdilər və Primakov kimi görkəmli bir alim, mütəfəkkir şəxsiyyət, düşünən şəxsiyyət, mən mütəfəkkir müsbət mənada demirəm, yəni o düşünməyi bacaran bir şəxsiyyət onları çox sadəlif bir uşaq kimi allatdı. Girenko onları allatdı, Mikhailov onları allatdı, KGB və GRU, Qlavn Razvedkin Upravleniya Sovetski Armiya onları allatdı. Və onlar bu məsuliyyəti hiss etmədilər. Onlar hiss etmədilər ki, piketdə duran sadə xalqı qırğına vermək olmaz, onu siyasi qumara qoymaq olmaz. Bunu elədilər. O ki, qaldı ayrı-ayrı şəxslərin mövqeyi. Mən hesab edirəm ki, onlar bu barədə xalq qarşısında, demokratik hərəkat qarşısında mütləq cavab verməlidirlər. Milli Müdafiə Şurası fitnə idi. Piketlər qurmaq ordunun qarşısında fitnə idi. Mən şəxsən idarə heyətinin üzvü kimi dəfələrlə müraciət eləmişim öz həmkarlarıma, idarə heyətindəki həmkarlarıma ki, ordu gələcək, qıracaq. Mənə sadəliklə cavab verirlər ki, Tiflisdən sonra qırmazlar. Tiflisdən sonra nə oldu? Gəldilər 18 xristiyanı qırdılar, gəldilər 130 Azərbaycanlı qırdılar, müsəlmanı qırdılar. İmperiya üçün fərqi yoxdur, təbəələri, xristiyandır, müsəlmandır, fərqi yoxdur. Hamısını qırmağa hazırdır hakimiyyət və mənfəət naminə. Və bu məsuliyyəti onlar hiss eləmədilər. Təqsir onların qanı imperiyanın apardığı siyasətdə xalqlara azad aman verməməyi, çünki onlar Azərbaycan və Azərbaycan kimi çox yağlı tikələr artıq əlindən buraxmaq istəmir və Respublikanın Moskva tərəfindən təyin olunmuş ancaq stoluna amalını, torpağını, hər şeyini qurban verməyə hazır olan vəzifəli şəxslərdə və biz hərəkata başlayıb, amma hələ ki düzgün istiqamətə götürməməyimizdir. Mən burada özümü günahdan kənara qoymuram, amma kiminin mənəvi günahı var, kimdə cinayətkar məcəlləsi ilə günahı var. Bunu tarix göstərəcək Çingiz bəyim. Bakı şəhəri, Şəhidlər Xiyabanı, 1992-ci il, yanvar ayı. Burada yatanların ölümündə hamımız günahkarıq. Və yaxşı olar ki, rəhbərlərimiz, siyasi xadimlərimiz və liderlərimiz xalqa yol göstərmək və ağıl öyrətməkdən əvvəl bura tez-tez baş çəkidilər. Ona görə ki, bu şəhidlər dünyada ən şirin şey olan həyatlarını Azərbaycanın azadlığı uğrunda qurban verdilər. Və onların xatirəsinə layiq olmaq üçün bizim bir çıxış yolumuz qalır. Birləşib, vətənimizin müstəqilliyi və birliyinə qarşı çıxan qüvvələrə lazımı olan cavab vermək. Allah sizə rəhmət eləsin.